Salam, hər vaxtınız xeyir, əziz 9-cu sinif şagirdləri. Deməli, sabahları OTEKA sınağıdır və imtahanımıza da çox bir az müddət qalıbdır. İstədim ki, bəzi qrammatik qaydaların sınaq üzərində təkrarına baxaq. 13-cü sualda düzgün yiyəlik formasını istəyir. Birinci düzdür, 2 miles, S apostrof, bəli, bu düzdür. İkinci yanlışdır, çünki niyə? Familiyalarda Z gəlibsə, S apostrof olmalıdır. Üçüncü yanlışdır, kökündən dəyişənlərə S yapışmır. Dördüncü düzdür, 5 də düzdür. Deməli, düzgün variantımız 1, 4, 5 A variantı eləyir. 14-cü sualda, deməli, on the border. Burada Z müəyyənlik artiklı işlənməlidir. Kanada ölkələri qarşısında Z gəlməz, amma United Federation Republic sözləri varsa, bəli, Z müəyyənlik artiklı işlənməlidir, eləyir A variantı. 15-ci sual əvəzliklə bağlıdır. Yiyəlik əvəzlikləri, qayıdış əvəzlikləri var burada. Deməli, you-dursa yourself-ə qayıdar, bəli, bir düzdür. She-dirsə herself olardı, 2 yanlışdır. He-dirsə himself, bəli, bu düzdür. 4-də you-dursa yourself də olar, bəli, amma Z-dirsə themselves olmalıydı. Ona görə düzgün variantımız 1, 3 və 4. D variantı. 16-cı sualda görürük ki, sifətlə bağlı test tapşırığıdır. Boşluqdan sonra göstəricimiz indir. İn nəyin göstəricisi idi? Üstünlüyün. Üstünlük bunlardan hansıdır? C variantı. B variantında Z müəyyənlik artiklı qarşısında verilməyib. 17-ci sualda pseudo-analiz tipli cümlələrdir. Birinci cümləyə baxırsınız. Birinci cümlə təsdiqdədirsə, təsdiq. İnkardadırsa, inkar. Deməli, last month refugees got new flats. Burada inkar bir şey görmürəm. Deməli, mənə nə lazımdır? Təsdiq. Soyla olanlar. 1 düzdür. So did we. Bəli. Amma 2 yanlışdır. Çünki niyə? Neither inkarlarla işlənir. 3 düzdür. Amma 4 yanlışdır. Çünki Ayzə inkar cümlənin sonunda gəlməlidir. 1 və 3 düzgün variantdır. 18-ci sualda FU business letters. Bu düzdür uşaqlar. FU-dan sonra letters cəmlənir. Few drops olmalıydı. 2 yanlışdır. A little pieces olmaz. A little lemon juice. Biz nəyə baxırıq? Juice meyvə şirəsi sayılmır. A little-dan işlənib. Düzdür. 1 və 4 düzgün variantımızdır. 19-cu sualda zamanla bağlıdır. Deməli, burada baxırıq. Uzlaşmaya diqqət etmək lazımdır. Deməli, A variantı uzlaşma pozulubdur. B variantı, bəli, düzdür. Ardıcıl baş vermiş hərəkətlərdə past simple-dan işlədirik. B düzdür. C variantı uzlaşma pozulub. Yenə D-də də elədir. Y-də isə eləmək axırda 3-cü şəxsin tək olduğuna görə startda S olmalıydı. Ona görə yanlışdır. Düzgün variantımız B variantıdır. 20-ci suala da baxaq. How do you make vanilla ice cream? Birinci passive voice-larda baxın. Görün zaman hansı zamandır? Do. İndiki zaman. Deməli, bizə keçmişləri ələmək lazımdır. A-nı atırıq. Sonra baxırıq nəyə? Bizim mübtədamız vanilla ice cream desə, deməli, ice cream sayılmır, tək də olmalıydı. Cəm olanı da çıxıram. Yeni də atıram. D variantına baxın. İzbin birləşməsi qətiyyən ola bilməz. C variantında quruluşca yanlışdır. Xüsusi sual sözü, köməkçi fe'l, mübtəda xəbər forması olmalıydı. C variantı yanlışdır. B, bəli, düzgün variantımız B variantıdır. How is vanilla ice cream made? Ümidvaram ki, bu təkrardan nəyisə təkrar etmiş oldunuz. Yeni təkrarlardan videolarına baxmaq üçün kanalımı izləyin. Sağ olun, təşəkkür edirəm.